Əmdə tutduğum bu bayraq həmişə zirvələrdə dalğalansın. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərarı alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib. Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Uşaqların sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Ağdamda Qəhrəmanovlar ailəsi də qızları Ümrə Xatunun vətənə layiqli övlad olması üçün əllərindən gələn əsirgəmirlər. Belə ki, ailənin yeganə övladı olan Ümrə Xatun hələ 2 yaşından Alpaqut Turan döyüş sənəti milli idman növü ilə maraqlanmağa başlayıb. Bu maraq onun çempionluğa gedən yolunu aydınlatdı. Belə ki, ilk peşəkar yarışlarını 9 noyabr 2024-cü ildə Alpaqut döyüş sənəti üzrə uşaq yeniyetmə və gənclər arasında keçirilən Zəfər gününə həsr olunmuş Açıq Qarabağ turnirində cayma sistemi üzrə 30 kiloqram çəki dərəcəsində keçirir və birinci yerə layiq görülür. Daha sonra növbəti qalibiyyətini 1 mart 2025-ci ildə bədən tərbiyəsi və idman gününə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə keçirilən Ağdam rayon birinciliyində 25-30 kiloqram çəki dərəcəsində birinci yeri tutduğuna görə diplom və qızıl medalla təltif olunub. Vətəninin ən çətin, ən ağır günlərində xalqının xilaskarı oldu Heydər Əliyev. Müdrik siyasəti ilə xilas etdi ölkəni. Güclü bir Azərbaycan qurdu Heydər Əliyev. Vətəninə həsr etdi ömrünün hər anını. Bir şam kimi yandırdı bu yolda öz canını. O xalqını sevirdi. Xalq da xilaskarını, xalqının arxasında durdu Heydər Əliyev. Ölkədə hər sahədə islahatlar apardı, hər addımda, hər işdə xalqa arxalanardı. Bütün siyasətçilər onu örnək alardı. Siyasətdə möhrünü vurdu Heydər Əliyev. Vətəninin hər qarışı ona doğma diyardı. İllər idi qəlbində Şuşa həsrət vardı. Kaş ulu öndərimiz bu gün də sağ olardı. Zəfərin binövrəsin qoydu Heydər Əliyev. Onu hər an hörmətlə, rəhmət ilə anırıq. İlham Əliyevə də onun tək inanırıq. Ali Baş Komandanın davamçısı sanırıq. Gələcəyə işıqlı yoldur Heydər Əliyev. Gələcəyə işıqlı yoldur Heydər Əliyev. Hayatta her şey yüksek uğurlara nail olasa, əlavə olaraq Allah sənin bütün arzularına çatdırsın. Bütün əzizlərin səndən həmişə sevinsin. Allah sağlasın. Az yaşlı Ümrə Xatunun bu bacarığını görən Qəhrəmanovlar ailəsi övladının bu sənətə daha da mükəmməl yiyələnməsi üçün Qarabağ Regional Nümayəndəliyinin təşkil etdiyi Alpaqut Turan döyüş sənəti üzrə keçirilən zona seminarlarında dəfələrlə iştirak etmişdir və bir çox sertifikatlarla təltif olunmuşdur. Türk dilli dövlətlərdən olan Qırğızistan bayrağından nümunə, Şahin quşu Qazaxıstan bayrağından nümunə, Aypara Türkiyə, Özbəkistan, Türkmənistan bayraqlarından nümunə, 8 gülşəli ulduz isə Azərbaycan bayrağından nümunə, Bozqurt başı isə digər Türk dilli muxtar vilayətlərdən olan bayraqlardan nümunə kimi götürülmüşdür. 6 dənə 8 gülşəli ulduz hal-hazırda müstəqil olan 6 Türk dilli dövlət təsvir edir.
Maşallah, onu deyim. Yaxşı, Alpaqut döyüş sənətinin qurucusu kimdir? Kutusan Vasif Namazov. Maşallah. Və Alpaqut döyüş sənətində Azərbaycan Alpaqut Federasiyasının prezidenti kimdir? Prezidenti Şah Fuad Quliyev. Malazgirt. Ümrə Xatun müqəddəs döyüşün yaradıcısı olan Kutsan Vasif Namazov tərəfindən imtahan edilmiş, imtahanda yüksək bacarıq göstərən Ümrə Xatunu Alpatac elan etmiş və ikinci qur qırmızı kəmər dərəcəsinə layiq görmüşdür. Bu nədir belə? Nə şəkil? Nə şəkil? Burada bir dənə neysə belə bir şəkil. Nəyə oxşur? Sən ikisi. Bəs bu nədir? Çapan haqqında nədir? Çapan iki yerine çapan iki senden ibarettir. Çapan çalar şalvar, çapan dönerek. Bakası çizmez kapışır. Son senesinde bir dalga üzerinden bunun etmeni Alpagut sözler, solduğunda Alpagut'unla bası olan bir şey. Dönerek bir işleyin nişanesi. Çalar her bir bilgilerde olan bir çalar çalar. Çalar kendine bir çalar. Şaban Hazretleri olması kendimizin kaçırıldığını, kaçıbarı olmasa sağlık üstünde şadrak resmi. Hani göster görüm onu. Sağlık üstünde şadrak resmi. Sonra? Ve 4 sistem yer resmi. Ayça, Batı, Çaymaz, Gülşen. Ben kendileriyle Alpagut sözü yazılmış. Necəsən maçı? Bəs bu döyüş sənətini kim yaradı? Müəllifi kimdir? Kim yaradı? Kutsal Vasif Namazov. Tanıyırsan mı? Arada. Doğrudan da bir Ağdamlı gənc yeniyetmə uşaq kimi Ümrə Xatun artıq hər kəsin diqqət mərkəzinə düşməyə bacarmışdı. Çünki 5 yaşına çatmış bir az yaşlı kimi belə bacarıq və fitri istedad hər uşağa şamil olunmur. 5 yaşlı Ümrə Xatunun bu bacarıqlarına görə Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin prezidenti Başat Fuad Quliyev məhz uşaq yarışlarında Alpaqut Turan döyüş sənətinə göstərdiyi həvəsə və mükəmməl bilik və bacarığa sahib olduğu üçün təşəkkür diplomu ilə təltif olunmuşdur. Ümrə Xatun idman növü ilə yanaşı, eləcə də incəsənətlə də dərindən maraqlanır. Onun Heydər Əliyevin 102-ci il dönümündə və Bəxtiyar Vahabzadənin 100 illik yubileyində uğurlu çıxışları olmuşdur. Günü-gündən inkişaf edən və dəyişən dünyamızı formalaşdıran məhz bilikli, savadlı insanlardır. Hər birimiz gələcəyimiz naminə uşaqlarımızın bilikli, istedadlı olması üçün əlimizdən gələni əsirgəməməliyik. Elə Qəhrəmanovlar ailəsi buna birbaşa örnəkdir. Sujetimin sonunda uşaqlara arzuların nədən ibarətdir deyəndə, o isə qısaca belə cavab verdi. Xoşbəxt olsunlar, müharibəsiz bir dünyada yaşasınlar. Əmdə tutduğum bu bayraq həmişə zirvələrdə dalğalansın.